Deməli uşaqlar, bu gün biz üçbucaqlar bölməsi ilə tanış oluruq. Əslində üçbucaqlar sizə yad bir termin deyil, amma burada daha dərindən üçbucaq anlayışların başa düşməyə çalışacağıq. Mediandır, tənböləndir, hündürlükdür, üçbucağın daxili və xarici bucaqlarıdır, üçbucağın qurulmasıdır və sair üçbucaq üzərində daha dərindən işləyəcəyik. İlk olaraq ilkin yoxlama hissəsinə baxaq. Bizdən tələb olunan bucaqları tapmağımızı istəyir. Biz sual işarəsinin yerində olan bucağı tapmalıyıq. Biz bilirik ki, ümumiyyətlə bucaqların 3 növü var. İti bucaqdır, kör bucaqdır. Baxın, indi göstərəcəm sizə. Qələm işləsin. Bizim bir iti bucağımız var, hansı ki 180 dərəcədən kiçik bucaqlara biz iti bucaqlar deyirik. Bizim bir kör bucağımız var. Bu kör bucaqlar 180 dərəcədən böyük bucaqlardır. Şəkillər dəqiq alınmaya bilər. Təxmini olaraq sizə göstərirəm. Sonra iti bucaq var idi, kör bucaq var idi, düz bucaq var idi. Düz bucaq hansı bucaq idi? 90 dərəcəli bucağa düz bucaq deyirdilər. Hansı ki alfa 90 dərəcəyə bərabər idi. Bizdə var idi açıq bucaq. Açıq bucaq necə idi? Açıq bucaq 180 dərəcə idi. Tam açılırdı 180 dərəcə. Açıq bucaqda alfa ilə işarə etsəydi, alfa bərabər olardı 180 dərəcəyə. Okay. Davam edirik. Nəysə, əgər bu anlayışları başa düşdüksə, bir də burada qeyd eləmək istədiyim bir şey var. Tam bucaq anlayışını da qeyd eləmək istəyirəm. Tam bucaq da bu şəkildə göstərilir və 360 dərəcəyə bərabərdir. Nəysə, davam edək ilkin yoxlamanın testləri ilə. Bəli, deməli A variantına baxaq. Bizdən tələb olunan bucaqları tapmağımızı istəyir. Bu açıq bucaqdır. Bilirik ki, ümumilikdə açıq bucaq dərəcə ölçüsü 180 dərəcəyə bərabərdir. Bizə açıq bucağın daxilində 150 dərəcəli bucağı veriblər. Sual işarəsinin yerində hansı bucaq olacaq? Sual işarəsinin yerində olacaq bucaq 180-dən, yəni ümumi bucaq 180 dərəcəyə bərabərdir. 180-dən 150-ni çıxacağıq. Qalacaq 30 dərəcə. Deməli, sual işarəsinin yerində olmalıdır bizdə 30 dərəcə. B variantına baxaq. Deməli, B variantında 2 dənə sual işarəsi var. Bizdən deyəsən bir bu hissəni istəyir, bir də bu hissəni. Ümumi bu bucaq PT açıq bucaqdır bu hissədən. Belə ümumi baxanda 180-dən çıxsaq 128-i neçə eləyər? 52 dərəcə eləyir. 52 dərəcə. Deməli, buradakı bucağın dərəcə ölçüsü 52 dərəcədir. Bura 52 dərəcədirsə, bu hissə də avtomatik 52 dərəcə olur. İndi irəlidəki siz dərslərdə keçəcəksiniz ki, qarşı bucaqlar bir-birinə bərabərdir. Bir də necə baxa bilərik? Biz ümumi bu bucağı 180 dərəcə olaraq baxdıqda PT üzərində. İndi baxın, onu silirəm. Bir də həmin şəklə bu şəkildə baxmağınızı istəyirəm. Baxın, bu hissə SR xətti üzərindəki bucağa baxsaq, o da 180 dərəcəyə bərabərdir. Yenə də bu hissəyə, yəni ROT bucağı 52 dərəcə olur. Bu hissəyə 52 dərəcə düşür. Sonra bizdən bir də istəmişdi POR bucağını istəmişdim. Gəlin təmizləyib onu da aydın şəkildə göstərək. O hissədəki bucaq da 128-ə bərabər olur. Yenə dediyim bayaqki qaydaya əsasən qarşılıqlı bucaqlar bir-birinə bərabərdir qaydası var. Ona əsasən deyə bilərik biz 128 dərəcədir. Bir də necə deyə bilərik? Daha sadə dillə desək, həm də qarşılıqlı bucaqlar termini ilə hələ biz tanış olmamışıq.
SR xətti üzərində baxsam, əgər bu hissə 52 dərəcədirsə, onda bu hissə 128 dərəcə olmalı. Çünki SR özü ümumilikdə açıq bucaqdır. 180 dərəcəyə bərabərdir ümumi dərəcəsi. Biz 180-dən 52-ni çıxırıq, yenə burada 128-i almış oluruq. Belə 2 dənə bucaq bizdən soruşurdu. Gəl onları da qeyd eləyək, həllini daha açıq şəkildə yazaq. Bizdən istəyirdi POR bucağı bərabərdir 128-ə. Bərabərlik işarəsini düzgün qoyaq. Bir də bizdən nə istəyirdi? Bizdən istəyirdi TOR bucaq TOR-i, o da bərabər olur 52 dərəcəyə. C variantına baxaq. Deməli, C variantında 90 dərəcədir, 15 dərəcədir. Bizdən sual işarəsinin yerində olan bucağı istəyir. Baxın, ümumiyyətlə yadda saxlayın. Mən indi bunu dümdüz elə baxan kimi dedim ki, 90 dərəcədir. 5-ci sinifdə siz bu anlayışı keçmisiniz. Bu kvadrat işarəsi, mən xatırlatma olsun deyə təkrardan deyirəm. Bu kvadrat işarəsi bizə göstərir ki, bu hissə 90 dərəcədir. Mən artıq o kvadratı görəndə burada 90 dərəcə yazılmasa belə ki, çox vaxt yazılmır, onun yerinə kvadrat qoyulur. Bilinir ki, bu 90 dərəcəyə bərabərdir. Deməli, SPM 90 dərəcədir. SPR-i verin mənə 15 dərəcədir. Məndən sual işarəsinin yerində olan istəyir. Ümumilikdə MN özü nədir? Açıq bucaqdır. Açıq bucağın dərəcə ölçüsü nəyə bərabərdir? Ümumi 180 dərəcəyə bərabərdir. Açıq bucaq, bunu silin, birdən qarışdırarsınız burada. Açıq bucaq ümumilikdə özü 180 dərəcədir. Məndən bu hissəni istəyir. 90 üstə gəl 15, 180-dən çıxılır. 90 üstünə 15 gələndə eləyir 105. 180-dən çıxsam əgər mən 105-i neçə eləyər? 75. Bu qədər. Deməli, bucaq RPN nəyə bərabər imiş? 75 dərəcəyə bərabər imiş. Bu qədər. Davam eləyək D variantı ilə. D variantında da yenə eyni xassələrdən istifadə edəcəyik. Bizdən AOS bucağını istəyir, bir də YOB bucağını istəyir. Baxıram CD xəttinə. CD nədir? Açıq bucaqdır. Açıq bucağın daxilində 2 dənə dərəcə ölçüsü veriblər. 40 və 68. Bizdən AOS-ni istəyirlər. Nə edəcəksiniz? 180 dərəcədən çıxacaqsınız. 40 üstə gəl 68-i. Yəni 180-dən çıxılır 108. Bu da eləyir 72 dərəcə. Bu hissə 72 dərəcədir. Bizdən bu hissəni soruşur. Qarşılıqlı bucaqların xassəsinə əsasən mən baxan kimi bilirəm ki, bura 40 dərəcədir. Çünki bura 40-dırsa, burada 40 olacaq. Ancaq biz hələ həmin anlayışa çatmadığımıza görə bu hissəni silirəm və bunu bir-bir tapmağa çalışıram. Onu necə tapıram? Yenə bayaqki misal üzərindən gedəndə, məsələn, baxın, mən burada bu hissəni AB xəttinə baxıram. AB xəttinə baxanda AB özü ümumilikdə AOB bucağı özü 180 dərəcəyə bərabərdir. Bu hissə ümumilikdə 180-dir. Bu hissə ümumilikdə 180-dirsə əgər, onda 40 üstə gəl 68-i biz çıxsaq əgər 180-dən, biz alarıq burada 72 dərəcə. Baxın, ona əsasən biz deyirik ki, qarşılıqlı bucaqlar bərabərdir. Sonra biz baxırıq burada nəyə? Bizə lazımdır bu YOB bucaqda. YOB bucağını da tapmaq üçün biz baxmalıyıq burada YF-ə. YF-ə baxanda nə görürəm? Deməli, bu hissə 68 dərəcədir. Bu hissə 72 dərəcədir. Məndən bu hissəni istəyir. Yenə 180-dən çıxıram. 68 üstə gəl 72-ni. Ümumilikdə nə qədər edir? 140. 180-dən də 140-ı çıxanda 40 dərəcə alınır. Deməli, sual işarəsinin yerində olmalıdır 40 dərəcə. Hər birinin həllini tək-tək yazdım. İndi davam eləyək ikinci sualla.
Baxaq görə bizim burada rekordingimiz işləyir. Deməli, qonşu və qarşılıqlı bucaqların xassələrindən istifadə etməklə tələb olunan bucağı tapın. Qonşu bucaqların bilirik ki, cəmi nəyə bərabərdir? 180 dərəcəyə. Qarşılıqlı bucaqlar nədir? Bərabərdir. Deməli, həmin xassələrə əsasən, dediyim xassələrə əsasən biz bunu tapırıq. Qonşu və qarşılıqlı bucaqların xassələrindən istifadə etməklə tələb olunan bucağı tapın. Qonşu bucaqlar cəmi 180 dərəcəyə bərabərdir və ya ikinci daha aydın şəkildə izah etdiyim üsulla CF özü CGF bucağı ümumilikdə özü 180 dərəcədir. Əlbəttə ki, onun tamamlayıcısı da 180, yəni 180-ə tamamlanmalıdır. Deməli, qonşu bucaqları toplayırıq. X üstə gəl 30 bərabər olur 180 dərəcəyə. 2x bərabərdir 180-dən 30-u çıxırıq. Eləyir 150. X da bərabərdir 150 bölünsün 2, 75 dərəcə. Biz x-i tapdıq. Tələb olunan bucağı tapın. Bizdən x tələb olunurdu. Yox, biz x-i tapdıq, bizdən tələb olunurdu FGD, yəni x tələb olunurdu, düzdür? O da 75 dərəcəyə bərabərdir. B variantına baxaq. B variantı. B variantında da yenə SR xəttinə baxsaq, x plus 60 dərəcə və 2x. Bunlar qonşu bucaqlardır və 180-ə tamamlanırlar. Yəni, nə etməliyik? Həmin bucaqları toplamalıyıq. X üstə gəl 60 dərəcə, üstə gəl 2x bərabərdir 180-ə. 3x plus 60 dərəcə bərabər olur. 180-dən çıxırıq 60-ı eləyir 120. 3x bərabər 120-dən 60 çıxsaq neçə eləyir? 60 dərəcə. X da bərabərdir 20 dərəcə. Bizdən nə istəyir? POR bucağın. Bu hissəni istəyir. 2x-i hesablayaq. X-i tapdıq axı. 2x bərabər olur 2 vurulsun 20, yəni 40 dərəcə. Biz ümumilikdə POT bucağına baxsaq, biraz təmizləyək, çox qaralama oldu. Biz POT bucağına baxsaq, görərik ki, bu açıq bucaqdır. Açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. Əgər bu hissə 40 dərəcədirsə, onda bu hissə olacaq 140 dərəcə. Yəni, POR 140 dərəcəyə bərabərdir. Davam eləyək C variantı ilə. Bu hissələri təmizləyək. C variantı. Deməli, C variantındakı bucaqlar qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bərabərdir və bunun niyə bərabər olduğunu da yuxarıdakı misalı sizə daha aydın şəkildə izah elədim. İndi amma onu izah eləməyəcəm. Sadəcə bərabərliyi yazacağım. Qarşılıqlı bucaqların bərabər olduğunu xassəmizə əsasən bilirik. Onda x üstə gəl 55 bərabərdir 2x üstə gəl 45 yaza bilərik və tənliyi həll edirik. Deməli, ədədləri bir tərəfə, x-ları bir tərəfə keçirsək, x minus 2x bərabərdir 45 minus 55. Mənfi x bərabərdir 45 çıxılsın 55 mənfi 10 eləyir. Hər tərəfi də mənfiyə bölsən eləyər x bərabər 10 dərəcə. X-i 10 dərəcə tapdım. Məndən nə istəyir? TRS istəyir. Deməli, çox vaxt biz burada X-i tapıb ümumiyyətlə şagirdlər dayanır. Fikirləşir ki, misalı həll edədilər. Siz misalın burada şərtinə mütləq fikir verməlisiniz ki, bizdən nə istəyir? Deməli, bizdən istədiyi TRS bucağıdır. Biz bilirik ki, yəni onu xətt üzərində göstərək. QRT bucağına baxsam, QRT bucağı açıq bucaqdır, 180 dərəcədir. Deməli, onda x plus 55-i mən tapsam, digər bucaqda 180-in tamamlayıcısından tapa bilərəm.
X üstə gəl 55. X-i tapmışdım 10 dərəcə idi. 10 üstə gəl 55 eləyir 65. 180 dərəcədən də əgər mən çıxsam 65 dərəcəni eləyir 115 dərəcə. Bu da TRS bucağının cavabıdır. D variantına baxaq. Təmizləyək buranı. D variantında baxaq bizə nə deyir? D variantında BTA bucağını istəyir. Gəlin ilk olaraq X-i tapaq. Bu bucağın açıq bucaq olduğunu bilərək X üstə gəl 20 dərəcə, üstə gəl 5X, üstə gəl 40 dərəcə bərabər 180 dərəcə yaza bilərəm. Qələmi biraz çox qalındır, incəldək. Bu necədir? Neysə, düzəlməli. Deməli 6x üstə gəl 60 dərəcə bərabər edir 180 dərəcəyə. 6x bərabər edir 60-ı 180 yanına keçirsəm əgər 180 çıxılsın 60 eləyər 120. X də bərabərdir 20 dərəcəyə. Mən buradan bu hissəni tapıram. Çünki mən DA açıq bucağına baxacam. Niyə ona baxıram? Sırf ona baxıram. Çünki mənə lazımdır BTA bucağı. Mənim üçün elə tapmaq daha rahat olacaq. Deməli 5x plus 40-a əsasən mən x-i tapmışdım nə? 20 dərəcə. 5 vurulsun 20 üstə gəl 40 kimi yaza bilərəm. Bu da eləyir hardasa 140 dərəcə. 140 dərəcə eləyirsə deməli BTD bucağı, bucaq BTD eləyir 140 dərəcə. Bizə lazımdır BTA, o da 180 çıxılsın 140 dərəcə bərabər olur 40 dərəcə. Bu belə. Keçək 3-cü suala. İlk öncə bu yuxarı hissəni təmizləyək, çünki bunları da yazmağa yer lazımdır. Neçə dəqiqə oldu? 17 dəqiqədir. Sualları deyir cavablandırın. BD şüası ABC bucağının tən bölənidir. Bilirik ki, tən bölən üçbucağı daha doğrusu tən bölən bucağı 2 bərabər bucağa bölür. ABC bucağı ABD bucağından 50 dərəcə böyükdür. ABC bucağı neçə dərəcədir? Şifahi həll edilməli olan bir misaldır əslində, amma şəkil üzərində daha aydın şəkildə göstərə bilərik. Deyək ki, bizim bir dənə ABC bucağımız var. Həmin ABC bucağın gəlin həmin ABC bucağın ayrı bir səhifə açım, oradan göstərim. Çünki burada yeri yoxdur yazmağa. Belə daha aydın göstərəcəm. Bir dənə ABC bucağımız olsun. Bilmirəm ki, orada itidir, amma mən indi təxmini belə bir şey çəkirəm. ABC bucağı. Deyir ki, ABC bucağının BD şüası tən bölənidir. BD şüası tən böləndirsə, deməli onu 2 bərabər bucağa bölür. Hər birinə də alfa adı verdim. Bir-birinə bərabər bucaqlardır. BD şüasında qeyd edək. Yəni DBC bucağı ABD bucağına bərabərdir. Tən böləndə ABC bucağı, yəni 2 alfa. ABD bucağından 50 dərəcə böyükdür. Yəni ABD bucağının üzərinə 50 dərəcə gələndə ABC bucağına bərabər olur. Alfa bərabərdir 50 dərəcə. Dəyişənləri bir tərəfə, rəqəmləri bir tərəfə keçirdəndə tapırıq ki, daha bunu
aydın şəkildə yazın. Bir dəfəyə yazdım. İçinizdə bəlkə aydın olmayan uşaqlar olar. Pozanı hardadım? Deməli, 2 alfa çıxılsın. Alfa bərabər 50 dərəcə olur. Alfa da bərabər 50 dərəcə olur. Bizdən nə istəyirdi? Yəni, bunların hər biri 50 dərəcəyə bərabərdir. Bizdən istədiyim ABC bucağı özü neçə dərəcədə deyirdi. Ümumilikdə ABC bucağı 2 alfa olduğuna görə 2 vurulsun 50 dərəcə 100 dərəcəyə bərabərdir. ABC bucağı. İndi bu A variantıydı. Bizim yazdığımız. B variantına keçək. Görək B variantında bizə nə deyir? Deyir ki, qonşu bucaqların dərəcə ölçüləri 2,8 nisbətindədir. Bu bucaqların hər biri neçə dərəcədir? Qonşu bucaqların dərəcə ölçüləri 2,8 nisbətindədir. Bilirik ki, qonşu bucaqların ümumilikdə cəmi bizə 180 dərəcəni verir. Bizə 2,8 nisbəti verilibsə, biz bu nisbəti 2x və 8x kimi götürə bilərik. 2x-in üzərinə 8x-i gəlsəm əgər mən, ümumilikdə 180 dərəcəyə bərabər eləyə bilərəm bu nisbəti. Onda 10x bərabər olur 180 dərəcəyə, x də bərabər olur 18 dərəcəyə. Bu bucaqların hər biri neçə dərəcədir deyir. Mən x-i tapmışdım 18 dərəcə, onda 2 vurulsun 18 eləyir 36 dərəcə. Ondan sonra 8 vurulsun 18 dərəcə də eləyir. 8, 8-in 64, 4 yazıram 6 yadda, 144 dərəcə. Bu bucaqların hər biri ayrı-ayrılıqda kiçik bucaq 36 dərəcədir, böyük bucaqsa 144 dərəcədir. C bucağına baxaq. Görək C bucağında vəziyyət necədir? Bir bucağa qonşu olan bucaqların cəmi 100 dərəcədir. Bir bucağa qonşu olan bucaqların cəmi 100 dərəcədir. Bu bucaq neçə dərəcədir? Bilirik ki, ümumilikdə qonşu bucaqların dərəcə ölçüləri cəmi 180 dərəcəyə bərabərdir. İndi bir bucaq var. Bu bucağın biz dərəcə ölçüsünü bilmirik. Və ona qonşu bucaqlar var. Bir dənədir, 2 dənədir. İndi bilmirik nə qədərdir. Deyir ki, hər nə qədərdirsə, ümumilikdə hamısının cəmi 100 dərəcə edir. Bəs onun öz dərəcə ölçüsü nəyə bərabərdir? Ümumilikdə bu hissə 180 dərəcə olduğuna görə indi o qələmlə işləyə bilmirik biz. Başqa qələmlə göstərək. 180 dərəcə olduğunu bilərək, bu hissənin də 100 dərəcə olduğunu bilərək belə yaza bilərik. 180 dərəcə çıxılsın 100 dərəcə bərabərdir 80 dərəcəyə. Deməli, sual işarəsinin yerində olmalı olan bucaq 80 dərəcədir. İndi mən bunu sual işarəsi olaraq yazdım. Siz bunu x kimi yazsanız daha yaxşı olar öz dəftərinizdə. Belə, C variantı ilə da C-ni yazdım. C bitdi. 4-cü suala keçirik. 4-cü sualda şəkillər verilib. Üstbucağın bucaqlarını və tərəflərini ölçün. Bu bucaqlarına və tərəflərinə görə növünü müəyyən edin. Bilirik ki, bucaqlarına görə kör bucaqlı üstbucaq var, iti bucaqlı üstbucaq var, düz bucaqlı üstbucaq var. Tərəflərinə görə bərabər tərəfli üstbucaq var, bərabər yanlı üstbucaq var. İndi məndə xəttkeş varmı baxaq. Mənim xəttkeşim olmalıydı burada. Açılmadı. Nəysə, məsələn, təxmini baxsam, təxmini görürəm ki, AB hissəsi BC-yə bərabərdir. Amma siz bunu mütləq dəftərinizdə ölçürsünüz. İndi mənim əlimdə kitab yoxdur, xəttkeş yoxdur. Bunu üst-üstə qoyub sizə göstərim. Təxmini mən baxanda AB və BC tərəflərini bərabər görürəm. Deməli, bu bərabər yanlı üçbucaqdır. Eyni zamanda buna mən bu ABC bucağı kör olduğuna görə mən buna kör bucaqlı üçbucaq deyə bilərəm. Sonra məsələn NO ilə NN bərabərdir. Bu bərabər tərəfli üçbucaq ola bilər. Amma bütün bucaqları iti bucaqdır. İti bucaqlı üçbucaqdır.
S-yə baxaq. S-də də bütün bucaqları iti bucaqdır bu üçbucağın. Tərəflərində mən bərabərlik. Məsələn bu əslində bütün tərəfləri iti deyil. Təxmini baxanda indi mən ölçə bilmirəm burada. Bu hissəni biz Y bucağını düzbucaqlı götürə bilərik. Deməli bu hansı üçbucaq olur? Düzbucaqlı üçbucaq olur. Bu düzbucaqlı üçbucaq olur. Əgər üçbucağın bir bucağı düzbucaqlıdırsa, yəni 90 dərəcəyə bərabərdirsə, onda bu üçbucaq düzbucaqlı üçbucaq adlanır. Digər tərəflərinə də baxırıq. Bunlar da iti bucaqlardır. Digər üçbucağa baxaq. Sanki KL tərəfi KM tərəfindən daha böyükdür. Yəni nə bərabər tərəfli, nə də bərabər yanlı üçbucağa oxşamır. Və bütün bucaqları iti bucaqdır. Bu qədər. 5-ci suala baxaq. Üçbucağı çəkin və növünü müəyyən edin deyir. Şərtlərə əsasən biz üçbucaq çəkəcəyik və onun hansı növə aid olduğunu qeyd etməliyik. Deyir ki, bir tərəfi 6 sm, bu tərəfə bitişik bucaqları 30 və 50 dərəcədir. Gəlin bunu da ayrı bir səhifədə göstərim, çünki kitabın üstündə göstərmək qeyri-mümkündür. Bir dənə üçbucaq çəkək. Bizə çünki başda deyib nə çəkin? Üçbucağı çəkin deyib. Bir tərəfi deyir 6 sm-dir. Bu tərəfə bitişik bucaqları isə bu tərəfə bitişik bucaqlar 30 və 50 dərəcədir. Deməli onda bu bucaq nə olacaq? 180-dən çıxsam 80, 100 dərəcə olacaq. Dərəcə işarələrində qoymağı unutmayaq. 30 və 50 dərəcədir. Bir tərəfi 8 sm. A və B variantlarında ayrı-ayrı üçbucaqlar verib. Sən bu üçbucağın növünü müəyyən etməyimizi istəyir də bizdən. 30 dərəcə, 50 dərəcə, 100 dərəcədir. Daxili bucaqları. Bir tərəfi 6 sm-dir. Bu, yəni bərabər yanlı üçbucaq deyə bilmərik buna ümumiyyətlə. Çünki bizə iki tərəfi bərabər verməli idi. Bərabər tərəfli üçbucaq da deyə bilmirik. Bütün tərəfləri bərabər olmalı idi. Ümumiyyətlə üçbucağın da belə bir xassəsi var ki, böyük bucaq qarşısında ümumiyyətlə üçbucağın belə bir xassəsi də var idi ki, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf durur. Ona əsasən biz zaten bucaqlara baxanda burada deyə bilmərik ki, bu üçbucağın bütün tərəfləri bərabərdir ya da bərabər yanlıdır. Bərabər yanlı olmağı üçün ən azı iki bucağı bərabər olmalıdır. Bərabər tərəfli olmağı üçün bütün bucaqları bərabər olmalıydı. Belə. Bu üçbucağı biz körbucaqlı üçbucaq deyə bilərik. Deyə bilərik. Niyə? Çünki əgər üçbucağın bir bucağı körbucaqlıdırsa, yəni 90 dərəcədən böyükdürsə, onda bu olur körbucaqlı üçbucaq. B variantına baxaq. Bu A variantı idi. Bir tərəfi 8 sm, digər tərəfi isə bundan 25% qısa və aralarındakı bucaq 60 dərəcə. Bir dənə yenə üçbucaq çəkək. Deyir, bir tərəfi 8 sm-dir. Digər tərəfi isə bundan 25% qısa. 8-in 25%-ni tapa bilərik. Tapaq. Ədədin faizini tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Eləyir 2. 25% qısa deyirsə 8 çıxılsın 2 eləyir 6. Deməli digər tərəfi 6 sm-dir. Aralarındakı bucaq 8 və 6-nın arasındakı bucağın bizə 60 dərəcə olduğunu deyir.
Deməli, onun verdiklərini yazdıq. İndi biz əslində burada baxanda görürük ki, bu bərabər tərəfli üçbucaq deyil. Niyə? Çünki bunun tərəfləri bərabər deyil. Bütün tərəflər bərabər olsaydı bu bərabər tərəfli üçbucaq olardı. Sonra baxıram ki, bu bərabər yanlı üçbucaqdırmı? Bu bərabər yanlı üçbucaq olması üçün ən azı 2 dənə bucağı bərabər olmalıdır da. Əgər mən bu hissə deyək ki 60 dərəcə yazmışamsa, bu hissə də 60 dərəcə olmalıdır. Mən əgər bura 60 dərəcə yazıramsa, avtomatik olaraq burada 60 dərəcə olur. Amma belə yaza bilmərəm. Onda bu bərabər tərəfli üçbucağa çevrilir. Bütün tərəfləri bərabər olmalıdır. Amma mən baxıram ki, bura 6, bura 8-dirsə, deməli bunun heç bir bucağı bərabər ola bilməz. Yəni bu nə bərabər yanlı üçbucaq deyil, bərabər tərəfli üçbucaq deyil. Körbucaqlı ola bilərmi? Təxmini baxanda əgər deyək ki, 8 tərəfi 8 uzunluğu 8 sm olan tərəfin qarşısında duran bucaq 80 dərəcə olsa, 140 desəm, bura 40 dərəcə ola bilər. 90 dərəcə deyə bilmərəm. 90 dərəcə desəm, əgər deməli, əgər 90 dərəcə desək, bu hissə 8 olsa, bu hissə 90 olsa, bu hissə 6 olsa, bu hissə 60 olsa, bu hissəyə də 30 düşür. Amma bu da Pifaqor teoremin ödəmir. Mən əsasən deyə bilərəm ki, nəticə olaraq bu iti bucaqlı üçbucaqdır. Bu da belə. 6-cı suala baxaq və bununla da özünü yoxlanı bitiririk, ilkin yoxlamanı. Deməli, rəssam şəkli çəkmək üçün köməkçi düz xətlərdən istifadə etdi. Şəkildə bu düz xətlərdən bir neçəsi və bəzi bucaqlar təsvir edilib. Rəssamın istifadə etdiyi köməkçi xətləri də qırıq-qırıq şəkildə göstəriblər. Rəssam burada yolu təsvir edib və binaları. Şəkildə qonşu və qarşılıqlı bucaqları müəyyən edin. Burada baxsaq əgər biz, qonşu bucaqlar olur. Hansı bucaqlar? 180 dərəcəyə tamamlanan bucaqlar. A, O, D, B, O, S və S, O, D bucaqları qonşu bucaqlardır. B, O, Y, G, O, Y, A, O, G bucaqları da qonşu bucaqlardır. Ümumi məsələn, biz bu xəttə baxsaq, DG xəttinə. A, O, G və D, O, A bucaqları da qonşu bucaqlardır. Ümumiyyətlə, cəmi 180 dərəcə olan bütün bucaqlar qonşu bucaqlardır. Sonra davam edək. OB şüası D, O, Y bucağının tənböləni olarsa, OB şüası D, O, Y-nin tənbölənidir. Yəni demək istəyir ki, D, O, B, B, O, Y-yə bərabərdir. Bunu göstərək. Qələmlə istifadə edək. Deməli, bu hissə ilə bu hissə bərabərdir. Bu bucağın dərəcə ölçüsünü tapın. Hansı bucağın? O1 şüası D, O, Y bucağının tənböləni olsa, bu bucağın, yəni D, O, Y bucağının ümumi ölçüsünü, dərəcə ölçüsünü tap deyir. Baxın, burada mənə nə veriblər? Mən avtomatik şəklə baxıram və buradakı dərəcələrdən istifadə etməliyəm. Mənə verilib 135 dərəcə və 35 dərəcə. Ümumi AB-yə baxsam mən əgər, AB açıq bucaqdır. Deməli, 180 dərəcə çıxılsın, 135 dərəcə, üstə gəl 35 dərəcə. Yəni, eləyir 180 dərəcə çıxılsın, 160, 170. Deməli, burada tapıram mən COB bucağı 10 dərəcədir.
COB bucağı 10 dərəcədir. Əgər bu hissə 10-dursa, ümumilikdə DOB nə olacaq? 45 dərəcə olacaq. Biz bilirdik ki, OB tənböləndirsə, onda DOB bucağı BOY-yə bərabər olacaq. Onda bu hissədə, yəni BOY bucağı da 45 dərəcəyə bərabər olur. Bizdən də ümumi olaraq nəyi soruşurdu? DOY bucağının dərəcə ölçüsünü soruşurdu. O da bərabər olur 45 dərəcə üstəgəl 45 dərəcə. DOY bərabərdir 45 dərəcə üstəgəl 45 dərəcə, yəni 90 dərəcə. Təmizləyək buralığı, davam edək. Deməli, bizdən COY bucağının dərəcə ölçüsünü soruşur. COY. Artıq biz əslində ikinci sualdan sonra aydın eləmişik ki, hansı bucaq neçə dərəcədir. COY-də iki bucaqdır əslində COY. İki bucağın birləşməsidir. Bir COB bucağının, bir də BOY bucağının. Həmin bucaqları toplayacaqsınız və ümumilikdə COY-nin dərəcə ölçüsünü tapacaqsınız. Deməli, yazaq. Bucaq COY bərabər olur 10 dərəcə üstəgəl 45 dərəcə, o da eləyir 55 dərəcə. Bizdən istəyir OY şüasının GD düz xəttinə perpendikulyar olduğunu necə əsaslandırmaq olar? OY şüasının GD düz xəttinə perpendikulyar olduğunu necə əsaslandırmaq olar? Bu hissənin 90 dərəcə olduğunu. Əslində biz bunu yuxarıda əsaslandırdıq da. Baxın, cümləni bir dəfə də oxuyum, daha aydın olsun deyə. Deyir ki, OY şüasının GD düz xəttinə perpendikulyar olduğunu necə əsaslandırmaq olar? Elə əsaslandırmaq olar ki, DOY bucağı 90 dərəcə olsun. Biz bunu yuxarıda əslində göstərdik. Bizə sual vermişdik, OB şüası DOY bucağının tənböləni olarsa, bu bucağın dərəcə ölçüsünü tapın. Biz tənbölənin də xassəsindən istifadə elədik, açıq bucağın da xassəsindən istifadə elədik və nəhayət tapdıq ki, DOY bucağı ümumilikdə 90 dərəcəyə bərabərdir. Yəni nədir? DOY bucağı perpendikulyardır GD düz xəttinə. Bu da göstərir ki, ümumilikdə OY şüası GD düz xəttinə perpendikulyardır. Buna əsasən əsaslandırırıq. Belə uşaqlar, videonu burada saxlayıram. Davam eləyəcəyik üçbucağın medianı, tənbələni və hündürlüyü dərsi ilə.